Deyirəm yenə də üzüm gülür dana. Niye? 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 Adam var, baştan krizadır. Adam var, baştan xarabdır. Adam da var, başı yoktu. Açığı sənə bir söz deyim Fidan, sənə baş yaraşmır. Peki. Sən sənə. Kardeşler, gelirsiniz Sumqayıta. Deməli, kurtkaların hamısı düşürtdüm 45 manata, 70-75 manatlıkların hamısı 45 manata. 45 manata. Yine göstərə içlər. Ama ne olar, gələn də baxın da. Görün bu yetim bunun üstündə nə pul tutur. Bunun 25 manatlıkları var ha. Ya, bu göstərək. O sex mallardır. Bunlar orijinalıdır qardaş səni. Bax gəlin baxın, Allah haqqı. Bunun fabrikində gedib Qancıqoyda orada çəkmişəm bax. Görürsüz? 45 manata. İndi iş belə gətirdi ki, mənim bəxtimdən. Mən nə vaxt kurtka vurmuram Azərbaycana, o vaxtı qar, çoğun olur. Bu illərin bütün hər şeyi satdım, qoydum kurtkaya. Qışın günündə qolqusada gəzirik. İndi belə gətirdi. Mənim də taleyim belədir. İşim daşdan çıxır. İndi gəl bura. Buna bax. Allah köməyiniz olsun. Amin inşallah. Buna bax. 45 manat. O pololara bax. Sən Allah hər yerdə 75-80 manatdır. Allah haqqı çox 69 bahalı manatdır. mal. En ucuz biz satmışıq. Ən ucuz hələ rəqabətə görə 69-a gətirib qoymuşdum. İndi də qoydum 45 manata. Birdən deyərsən üstündən nə qədər pul qoyub? Yox. Qardaşlar, gəlin naklad noyuma da baxın, kompütermə də baxın, hər şey baxın. Problem yox. Bir dənə də bu malları göstər. Bax. Halal xoşumuz olsun. Ha, malın üstündə ağlamıram. O deyir, qardaş sən Allah verirsən halallığını. Halal xoşumuz olsun çünki sizin sayənizdə işləmişəm, sizin sayənizdə də gedib oradan buradan mal gətirmişəm. Buyurun gəlin, Sumqayıtda da varıq, 28-də də, 20 yanvarda da. 3 filialın üçündə də var. Bu qiymətli.